Ramiz Mehdiyevin kuklalarından biri Bakıya gəlir. Sivil toplum təşkilatında İranla bağlı görüş keçirirlər. İranda qətillər, edamlarla bağlı böyük açıqlamalar verirlər. Təbii ki, bu açıqlamaların verilməsini biz əleyhinə deyilik, amma zaman məsələsi önəmlidir. Və bu adam həm də Ramiz Mehdiyevə bağlı olduğu təsadüf deyil. Digər tərəfdən də hər gün biz açıqlama veririk də İranla bağlı, doğrudurmu? Nə əcəb, bizim bu açıqlamalarımızla bağlı Tehran fars faşist cəryanı reaksiya vermir. Amma Avropadan gələn Ramiz Ənvəroviçə bağlı olan bir adamın açıqlamasına İranın bütün qəzetələri və televizyonları yer ayırıb Azərbaycan dövlətini ittiham edirlər ki, Əliyev, özdə belə yazırlar ha. Və deyirdim biz qonşu dövlətik, sənin İrana dostluğun buydumu? Mesajlarını artıq kütləviləşdirirlər və eyni zamanda həmin mərkəzlər Pezişkanı hədəf seçiblər. Tehran fars faşizminin, yəni İran adlanan azərbaycanda olan fars faşizminin hədəfi Azərbaycan dövlətidir və içəridə də Pezişkandır. Uzantıları da Avropadan bunların qulbeçəliyini yerinə yetirib fəal aktiv siyasətin içərisində yer alıblar. Ramiz Mehdiyev terror örgütünün revanş siyasətində qalib gəlməsi üçün əllərindən gələn əsirgəmirlər. Biz olayların hamısına bu kontekstdə yanaşmalıyıq. Tehranda bilirsiniz, bugün sosial-iqtisadi vəziyyət İran adlanan Azərbaycanda çox ağırdır. Özəlliklə böyük şəhərlərdə su qıtlığı var. Hətta Tehran şəhərində Məşəddə su ehtiyatları 5% endiyi haqqında prezident Pezişkanın bir açıqlaması var. Bütün bunlar ondan xəbər verir ki, Tehran həm də bir sosial partlayış ərəfəsindədir. Tehran sosial partlayış ərəfəsi onda olduğu bir zamanda bilirsiniz ki, son dövrlər İsrailin də Batı küresel mafiyanın da İrana qarşı siyasətində bir aktivlik hiss olunur. Bunları üst-üstə gətirib İran adlanan Azərbaycanda ciddi bir qarşı durmaya gedən siyasətin içərisində yer ala bilərlər və bu siyasətdə genel hədəfdə Türkiyəni nəzərdə tutur. İran bəhanədir, hədəf Türkiyədir qəbul eləməliyik. Çünki bir neçə gün bundan qabaq Sayın Cumhurbaşkanımız Erdoğan açıqlama vermişdi ki, Suriyanın, İranın, Kıbrıs Türk Cumhuriyyətinin, Azərbaycanın, Sudanın, Ukraynanın güvənliyi Türkiyənin güvənliyidir. Orada İran da var idi. Türkiyə dövləti güvənlik konsepsiyasında İranın bugün bütünlük məsələsini, güvənlik məsələsini, özünü güvənlik məsələsi sayırsa, bu sırada bir məsələ deyil. Bugün də Ramiz Mehdiyev terror örgütü başdan başa Avropada olan uzantıları, Tehranda olan bunların mərkəzləri, ocaqları, Moskvadakı ocaqlar, Qəndildəki ocaqlar, Ərbildəki ocaqlar, İsraildəki ocaqlar bütün halda hərəkətə keçiblər və Azərbaycanda da Türkiyə ilə bir yerdə olmağa özünün siyasi hədəfi seçən Azərbaycan Cumhurbaşqanına qarşı qəsd planı da təsadüf deyil. Hamısı eyni mərkəzlidir ona qarşı. Hədəf Azərbaycanın Cumhurbaşqanını siyasi kursundan caydırtdırmaqdır. Bu da mümkün olmadıqda onu aradan götürməkdir. Budur siyasətləri.